İlham Əliyev 8 yaşında ilk dəfə qumarın kartlarını tanıyıbdır. Siz. Güya İlham Əliyev 8 yaşında bu şəkilləri çəkmiş. Baxın. Sizi Allah'a ant verin. Mənim qızımın da 8 yaşı var. Onun rəsmlərini mən sizə göstərim. Bu bir 7 yaşında çəkdiyi şəkildir. Bakın bu 7 yaşında bilenler bilir ki rəsmdən anlayışı olanlar bilir ki bu basma ne bileyim ne o üstüne danla koyup çəkirlər ondan deyil. Bak bu 7 yaşında çəkdiyi şəkildir. 7 yaşında bakın. Ha? Öyle sulu boyayla ayten oradan değil sulu boyayla çəkibdi. Her adamın işi de öz sulu boyayla çəkdiyi. Vallahi billahi 7 yaşında çəkdiyi şəkildir. Bak bu. Görün sonra ne? Bu nasıl çəkdi? Keçen iller. Bak bunu da 7 yaşında çəkib. Bak dağıdır. Allah. Bakın dağıdır. Bunu da 7 yaşında çəkibdi. Ha bak bu da dünənləri çəkirdi mən gördüm. Efirdən sonra gördüm ki çəkir. Bak bu. Ha 8-7 yaşında uşağın qabiliyyətini görürsünüz mü? Qabiliyyətini. İndi İlham Əliyev gəlin görək nə çəkib. İndi gəlin görək İlham Əliyev nə çəkibdi, nə tər çəkibdi. Buna baxın siz Allah. Buna baxın siz Allah. İlham Əliyev 8 yaşında çəkdiyi şəkilə baxın. Hələ bu həqiqətdirsə belə. Hələ bu həqiqətdirsə belə. Görün İlham Əliyevin necə geri zəkalı olubdu. Necə qabiliyyətsiz, körpəliyi belə qabiliyyətsiz oldu. İlham Əliyev 18 yaşında kim cəmaatın başına işə verdim ay. Bir neçə sual. Bu nədir? Bu da çəkib. Hə baba, bu da əl işidir. Bu da əl işidir. Bu da başqa bir şəkillər, əl işidir. Altda da şəkillər yığıbdı. Nə saçmaq istəmirəm. Uşaq imkan vermir, bir yandan daşıyıb gətirir. Qapılmayın çıxın buradan. Bir dənə siz hələ köhnə qələmlərlə, baba, dədə o vaxtı qələmlə şəkil çəksəniz 54-55 il şəkil bu vəziyyətdə qalardı mı? Xüsusi məqamlara gəlin, toxunaq. Əskərlik görməyən qumarbaz İlham Əliyevin 8 yaşında vərəqə çəkdiyi fotonu bütün hakimiyyət kanalları paylaşıblar. Bu sadəcə saxta və şov xarakterli paylaşımlardır. Birinci, qumarbaz İlham Əliyevin artıq 64 yaşı var. Bu şəkil əgər dediyiniz kimi 8 yaşında çəkilibsə 54 il, hətta 56 ilin şəkili həyatı boyu belə qala bilməzdi. Həyatı boyu şüşənin altında da saxlasalar belə qala bilməzdi. İkinci, adicə bir vərəqi bir il saxlayanda o vərəq necə saralır görürsünüz. 56 il bir vərəq 55 il saxlamaq mümkün idimi və saxlamaq mümkün idisə belə o nə halə gələrdi? Bir babanızdan, dədənizdən qalan köhnə şəkil deyək, nə kitab deyək, vərəqliyin görün nə halda. Üçüncü, şəkildəki rənglər bu cür parlaq və rəngarəng qala bilməzdi. Rənglər tamamilə solğun olmalıydı. 50-55 ilin şəkili. İndi mən 7 yaşında uşağımın, sizin prezidentinizin də 8 yaşında hələ 2 il ondan böyük olan vaxtı çəkdiyi şəkil göstərdim. Siz bilirsiniz mi sizin prezidentiniz necə gerizəkalı axmaqdır? Siz bilirsiniz mi? Siz bilirsiniz mi sizin prezidentiniz 18 yaşına kimi onun bunun başına işləməkdən başqa işlə bilməyib? Zəng eləyib o vaxtı Zərif Əliyevaya, məktəbin direktoru. Bəs Heydər müəllimə görə utanıram deməyə, qorxuram deməyə, balaca İlham Əliyev şilankə alır əlinə, ağaçları sulamaq üçün qoyduğumuz şilankları əlinə alır. Cəmaatı hamını istadır. Çox narazılıq eləyirlər məktəbdə. Xahiş edirik, başa salın, cəmaatı istatmasın. Və Zərif Əliyeva Heydər Əliyevə deyir, Heydər Əliyev məktəb direktorunu birbaşa işdən atdırır. Dostlar, qardaşlar, bacılar, indi siz bildiniz mi sizin necə kök verən İlham Əliyeviniz var? Sizin necə sümsük, sürtük prezidentiniz var, bildiniz mi?